Abşeron rayonu Saray qəsəbəsi. Özünə mükəmməl ev istəyən qardaşlar buyurun. 4 otaqlı, 2 mərtəbəli mənzilimiz çıxdı satışa. MTK ilə yaxın, Heydər Əliyev prospektinə yaxın, bütün kommunikasiya xəttləri yerində, sənədi də paket kupça. Buyurun, həyətlə sizi tanış edeyim. Zəhmət olmasa. Həyətində bu cür gözəl navesi yığılıb. Qapılarımız jaruz darvaza kaletkası ilə, yer işləmə daşlarla, evin üzü bahalı şəbəkə pəncərələrdən tutmuş, demək olar ki, bu işləmələrə kimi üzlənmişdir. Keçək, evin bir də onu qeyd edim sizə, hər iki tərəfinə girmək olur, sağa da, sola da. Evimiz 2 mərtəbədən ibarətdir. Gəlin içəriyindən də sizi tanış edeyim. Deməli, dəyərli izləyicilər, burada bizi bu cür gözəl mətbəx qarşılayır. Şəbəkə pəncərəsi ilə qeyd edeyim ki, 1-ci mərtəbə giriş, mətbəxi, girişi, hamam tualeti, hamısı istifoldur. Hamısı istifoldur. Zəhmət olmasa buranı çəkək. Burada bizim gözəl bir geniş zal qarşılayır, qonaq otağı. Şəbəkə pəncərə ilə, pəncərəsi də öz həyətinə baxır. Bu 1-ci mərtəbənin sanuzelidir. Zəhmət olmasa qardaş, çək onu. Ətraflı bir də buranı çəkərsən zəhmət olmasa. 1-ci mərtəbənin xolun. Çıxaq 2-ci mərtəbəni də sizə təqdimat edeyim. Dəyərli izləyicilər, bu da bizim 2-ci mərtəbənin sanuzeli. Zəhmət olmasa qardaş çək. Burada kombi sistemlərinin yerinə kimi quraşdırılıb. Daxil olanda sağda yenə də bizi belə möhtəşəm otaq qarşılayır. Birbaşa öz həyətinə baxır. Və burada bir dənə də desk otağımız var. Çox gözəl zövqlə işlənmiş bir otaqdır. Qeyd edim ki, evimizin laminatına kimi hamısı zövqlə işlənilib, qapıları. Burada da bir dənə gözəl otağımız var, əziz dəyərli izləyicilərimiz. Buradan öz həyətinə baxmaq olur. Zəhmət olmasa çək. Yenə də burada kombi sistemi qoyulur və buradan əziz izləyicilər, balkonudur, öz həyətinə çıxışı. Dəyərli izləyicilər, evimiz 2 sot ərazisində tikilmişdir. Sənədləri paket kupçadır. Birbaşa ipotekaya yararlıdır. Tam mərkəzdə demək olar ki, yoldan bir 150 metr düz MTK-ların yaxınlığında yerləşir. Kimin bu evlə əlaqəli sualı olarsa, səhifədə nömrəmiz var. Əlaqə saxlayın. Kim də almış olsa, Allah xeyir versin.